Mən gülləri çox sevirəm. Ən çox da qızıl gülləri. Hamısını, ağı, çəhrayını, sarını, qırmızını fərq etməz. Bu güllərdə bir incəlik var, bir dərinlik var. Bu buketi mənə həyat yoldaşım hədiyyə etmişdi. Hər dəfə biraz fərqli, amma hər zaman mənə toxunan. Mən də bu gözəlliyi evdə daha çox saxlamaq istəyirəm. Bu buketi sökəcəm və oradan seçilmiş qızıl gülləri artıq vazaya qoyacağam. Gülləri çox sevirəm, amma ən çox da sevmədiyim odur ki, bir neçə gün keçir, güllər solur, sonra isə çürüyür. Onu belə əlim gəlmir atmağa. Kim nə düşünürsə düşünsün, mənim üçün bu sadəcə bir buket deyil. Bəlkə də kiməsə bu qəribə gələ bilər. Amma mənim üçün solmuş bir qızıl gül belə hələ də gözəldir. Bunlar mənə sizin rəyləriniz də çox maraqlıdır. Rəylərdə fikirlərinizi bildirin. Siz də beləsiz. Buketləri, gülləri dəhşət sevirəm, amma bir neçə gün keçir və heyfim gəlir. Şəxsən mənim çox heyfim gəlir. Çünki onlar da bir canlıdır.